Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bölgələrdə ət fərqli qiymətlərə təklif edilir. Bir rayonda ətin qiymətində cüzi artım, digərində enmə müşahidə olunur. Xəbər verilir ki, İsmaillidə bayramdan sonra ətin qiymətində nisbətən artım var. Bayram ərəfəsində satışın artırılması məqsədilə ət məhsullarında müəyyən endirimlər tətbiq olunsa da, indi qiymət yenidən cüzi artıb. Məsələn, İsmaildə dana əti 15, quzu əti 17 manata təklif olunur. Şəkidə isə son günlərdə ətin qiymətində enmə müşahidə edilir. Burada dana əti 13-15 manat arası dəyişir. Alıcılar ətin qiymətindən razı olduqlarını bildirirlər. O da bildirilir ki, son 10 gündə ətin ucuzlaşması müşahidə olunur.